Və digər qalmaqal, belə deyərdim, qalmaqaldan çox qalmaqallı açıqlamalar İmişlidə yaşandı. Qarabağ İmişli ilə Quba səfərində çətin bir qələbə qazandı. Və çətin qələbədən çox Qurbanovun oyundan sonraki açıqlaması gündəm oldu. Çox sərt açıqlamaları, mesajları oldu Ahmet. Bu meydanda futbol oynayarlar Ahmet. Belə bir meydanda. Kimdir günahkar? Peşəkar Futbol Liqası açıqlama verir, özünü doğru çıxartmağa çalışır. AFFAdan açıqlamalar mətbuata gedir, günahsız olduğunu bildirməyə çalışır. İmişli klubunun prezidenti bizim studiyada qonaq oldu. Haqlı argumentləri var idi. Niyə İmişlidə, Qubada oynayırlar? Yəni hər tərəf özünü günahsız göstərməyə çalışır. Günahkar bizi, yəni İmişli komandası orada oynayır. Bizim digər klublarımız gedib orada oynamağa məhkum olublar. Artıq bir neçə futbolçu İmişlinin öz futbolçuları orada ağır xəsarət alır, ağır zədələr alır. Düzdür. İstəyirsən Xanoğlan, bu məsələyə keçməmişdən əvvəl bir mövzuya toxunmaq istəyirəm. Biz bundan öncə keçən verilişdə Qarabağla bağlı bəzi fikirlər səsləndirmişdik burada. Yəni hansı ki verilişdən sonra bəzi sosial platformalarda azarkeşlərin fikirləri fərqli oldu bu bizim dediklərimizlə bağlı. Biz də nə demişdik? Biz demişdik ki Azərbaycan çempionatının ən belə deyək də üst səviyyədə olan vaxtında hansı ki bir mövsümdə 5-6 komanda çempionluq uğrunda mübarizə aparırdı və o dövrlər Qarabağ çempion olmamışdı. Ən yaxşı halda ikinci yerlə bitirmişdi çempionatı. Sanki biz belə deyək də bu Qarabağın sonradan qazandığı çempionluqlara və kölgə salmağı istəyirik, yoxsa nəsə elə bir fikir formalaşdırmağa çalışanlar var idi. İcazə versənsə mən bununla bağlı qısa bir şərh vermək istəyirəm. Demədən deyim ki, həmin izləyicilər zəhmət olmasa həmin verilişə başdan ayağa tam olaraq mən də ona gələcəkdim. Birincisi burada məsəl üçün Amid Quluzadə, Xanoğlan və yaxud da hər hansı bir başqa verilişlərdə olan insanların nə Qurbanovun, nə Qarabağın, nə Qarabağ rəhbərliyinin, nə futbolçuların bizim tərifimizə ehtiyacı yoxdur. Yəni onsuz da onlar dünyanın gözü qarşısındadır. Yəni bugünkü Qarabağın qazandığı nəticələri, hətta Azərbaycan lüğətində olan kəlmələrdən istifadə etməyə çalışsaq, hər hansı bir kəlməni Qarabağın qazandığı uğurların qarşısına qoysaq, o belə azdır. Yəqin ki, nə demək istədiyim başa düşdülər. İkinci olaraq, burada söhbət ondan gedirdi ki, yəni bu onsuz da, Qarabağ hansı ki o 5-6 komandanın çempionluğu oynadığı vaxtlarda Qəbələsi, nə bilim Xəzər Lənkəranı, Bakısı, Interi, Neftçinin yaxşı vaxtlarında o komandalar ki, hansı ki bəziləri ləğv olundu, yəni fəaliyyətini dayandırdı. O Qarabağ arda-arda çempion olduğu illərdə rəqabətsiz şəkildə, rəqabətsiz deməyək, daha asan deyək də çempionluğa artıq belə deyək, əldə eləyirdi. Onsuz da klub, Qarabağ komandası ən pis halda konferans liqasında çıxış eləyirdi. Yəni, belə, burada prosto mən azarkeşlərin o bəzi insanları var, onların fikirlərini mən anlaya bilmədim ki, yəni biz burada nəyisə özümüzdən aşkar eləyib çıxartmamışdıq ki, nə var isə reallıq, onu demişdik. Biz hətta 2010-cu ildə o rəqabətin içində Qarabağın çempion ola biləcəyini belə demişdik ki, yəni orada da çempion ola bilərdi Qarabağ. Yəni, onsuz da, qardaş, onsuz da, mən genə deyirəm, əgər biz ümumi baxsaq, Azərbaycan müstəqilliyi əldə eləyəndən sonra Azərbaycan idman tarixinə, nəinki futbol tarixinə, idman tarixinə, bizdə tutalım ki, çox böyük idmançılar olub, Olimpiya çempionlarımız olub, Avropa, dünya çempionlarımız olub. Amma əgər biz qlobal idmandan danışırıqsa, bütün dünyanın gözünün gördüyü idmandan danışırıqsa, Qarabağın bu son qazandığı nəticə, hətta mən sənə deyim, Avropa Liqasında ötən 2 mövsümdə qazandığı nəticə belə bizim idmanımızın bütün sahələrlə birləşdirsək pik nöqtəsidir. Çünki Olimpiya çempionu, dünya çempionu
bunların xüsusi bir hansı idman növü olursa olsun, xüsusi bir azərkeş qrupu var. Bu qlobal idman növü olsa da izləyici sayısı baxımından heç bir idman növü futbola yaxın deyil. Və Qarabağın timsalında, Guatemala'da, Mozambikdə, nə bilim, Papua Yeni Gine'də oturan insanlar Azərbaycan adlı respublikanın olduğunu tanıyırlar. Artıq bilirlər ki, belə bir ölkə var və bu ölkənin komandası Qarabağdır.